Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb. Humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Azərbaycanın İrana növbəti humanitar yardım göndərməsi onu deməyə əsas verir ki, bir daha ölkəmizin xarici siyasətində humanizm və sülhə əsaslanan yanaşma mövcuddur. Bu isə gərgin münaqişələrin və müharibələrin fonunda olduqca vacibdir. Bununla da Azərbaycan istər regional, istərsə də qlobal məkanda baş verən münaqişələr baxımından insani dəyərləri ön plana çıxarır. Ümumilikdə son illərə nəzər saldıqda Azərbaycanın humanitar missiyasının fəaliyyət coğrafiyasının əhatəli olduğunu görmək olar. Məsələn, 2019-cu ilin sonlarından başlayaraq dünyanı koronavirus pandemiyası bürüdüyü vaxtda Azərbaycanın qoşulmama hərəkatına sədrliyi COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Həmin vaxt ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. 2023-cü ildə Türkiyədə əsrin ən dəhşətli zəlzələsi baş verdi. Həmin vaxt Azərbaycan qardaş ölkəyə operativ formada humanitar yardım göndərdi. Sonraki mərhələdə isə zəlzələdən əziyyət çəkən Kahramanmaraşda Azərbaycan məhəlləsinin salınmasında birbaşa iştirak etdi. Eyni zamanda Ukrayna ilə bağlı böhran fonunda da Azərbaycan bir neçə dəfə humanitar yardımlar göndərib. Bu yardımlar enerji infrastrukturu, tibbi ləvazimat və digər zəruri vasitələri əhatə edib. Oxşar addımlar Suriya istiqamətində də atılıb. Xüsusilə münaqişədən zərər çəkən əhaliyə dəstək göstərilib. Azərbaycan Respublikası hər zaman ümumbəşəri dəyərləri rəhbər tutaraq insan hüquqlarının universal xarakterinə inanmış, yəni dünyada vətəndaşlığından asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasının, o cümlədən rifahının təmin olunmasının ümumbəşəri bir dəyər olduğunu, qlobal birliyin qarşısında dayanan əsas vəzifə olduğunu dəfələrlə bəyan etmişdir. Üstəlik Azərbaycan bu niyyətini yalnız bəyanatlarla ifadə etməklə kifayətlənməyərək, həm də praktik addımlar atmış, dünyanın müxtəlif bölgələrində istər münaqişələr, istər təbii fəlakətlər zamanı humanitar missiyalara demək olar ki, rəhbərlik etmişdir. İrana göndərilən son yardımda bu siyasətin məntiqi davamı kimi qiymətləndirilir. İranla qonşuluq münasibətləri fonunda həyata keçirilən bu addım yalnız iki tərəfli münasibətlərin deyil, həm də regionda humanitar həmrəyliyin gücləndirilməsinə xidmət edir. Heç vaxt müharibə tərəfdarı olmayıb, Azərbaycan hər zaman regionda sülhün və sabitliyin tərəfdarıdır. Azərbaycan hər zaman istənilən münaqişədən, istənilən problemli vəziyyətdən insanların ən az zərər çəkən şəkildə çıxmasının tərəfdarıdır. Ən azından Azərbaycan nümunəsi bu istiqamətdə çoxları üçün bir əmsal olmalıdır. Bilirsiniz ki, istər vətən müharibəsində, istər terror tədbirlərində Azərbaycan yalnız işğala və təcavüzə son qoymadı, yalnız beynəlxalq hüququn aliliyini təmin etmədi, həm də dünyaya beynəlxalq humanitar hüquq dərsi keçdi. Bizim bir dənə də olsun mülki insan hədəfimiz olmadı. Azərbaycan hətta sərhədlərin şərti olmasına baxmayaraq bir addım da olsun sərhədləri, o şərti sərhədləri keçərək beynəlxalq hüquqa hörmətsizlik etmədi. Bütün bu nümunələr onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlər, eləcə də qonşuluq siyasətində balanslı siyasət yürüdür və daha çox humanitar təşəbbüslərə üstünlük verən aktor kimi tanınır. Münaqişələrin ən ağır fazasında Azərbaycanın yumşaq güc elementlərini gücləndirməsi ölkəmizin beynəlxalq imicinə də müsbət təsir göstərir. Eyni zamanda Azərbaycan regional və qlobal arenada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bir sözlə, İrana və digər ölkələrə yönəlmiş davamlı və ardıcıl humanitar yardımlar ölkəmizin humanist missiyaya nə dərəcədə sadiq olduğunu nümayiş etdirir. Namidə Bingöl, Real TV.